Növbəti 173-cü hədis. İmam Buxari indi birinci ixtilafı dedi, təmizliyi seçdi. Sonra o əksərənin rəyini gətirdi, o da budur, oxuduğumuz hədis. Və sonra indi öz dəlillərini gətirir ki, nəyə görə İmam Buxari onu təmiz görüb. Buyurur, həddətən İshaq. Qalə, həddəs İshaq kimdir? İbn Rahawayh. İmam Buxarinin böyük şeyxlərindən biridir. Qalə, əxbərənə Abdussaməd. Qalə, həddətən Abdurrahman ibn Abdullah ibn Dinar. Qalə, səmiyyətu əbi. Ən Əbi Salih. Əbu Salih kimdir? Salih ibn Keys. Əbu Salih Səmmən, Əl-Zəkman. Ən Əbu Hureyrətə. Əbu Hureyrədən rəvayət olunur ki, Ən Nəbi sallallahu aleyhi ve sellem, o da Peyğəmbər sallallahu aleyhi ve sellem rəvayət edir ki, Ənə rəculən rəə kəlbən yəəkulu əthəra. Bir kişi, yəni bizdən öncəki ümmətlərdə görür ki, it neyniyir? Torpaq yalayır. Yaş rütubət torpağı yalayır. Minəl ətəş, susuzluqdan. Fəəxədər rəculu xuffəhu. Və kişi öz xuffunu götürür, ayaqqabısını götürür. Fəcəalə yəğriqu ləhu bihi həttə ərvah. Və onu neyniyir? Onun üçün quyudan su çıxardır, hətta onu iti doyuzdurana qədər. Fəşəkərəllahu ləhu fədxələhul cənnə. Və Allah Teala da ona bu əməlini şükür olaraq onu neyniyib? Cənnətə daxil edib. Yəqin ki, aydın oldu da İmam Buxari haradan götürür. Yəni ki, əgər itin ağız suyu çirkli olsaydı, adam öz ayaqqabısının xofundan o itə su verməzdir. Lakin bu, Allah alim, bunu kimi hədislər açıq aydın hədisin qabağına qoyulmur. Necə ki, İbn-i Seyyid rahiməhullah buyurur və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem burada, yəni itin ağız suyun, itin ağzının dəydiyi şeyin nəcis olub olmadığını gətirmək məqsəd deyildi. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem burada olan o hadisəni, yəni o hadisədə olan faydanı zikr etmək üçündür. Bu məsələ tamamilə başqa bir mövzudadır. Həmçinin şeyx deyir ki, və hədə hələtul ittirar və leysət hələtul ixtiyar. Həmçinin bu səhradadır, su yoxdur. İttirar zəruridir. İxtiyar, seçim deyil ki, mən bunu seçim. Başqa bir şey yox idi, başqa bir şeyin sizləmdir. Həmçinin ehtimallar nə qədərsən, bəlkə ondan sonra yuyub ayağını, su ayaqqabısını. Həmçinin buna demək olar ki, onların şəriəti bizim şəriətimiz deyil. Yəni buna ehtimallar nə qədər şeysən girir və bu kimi ehtimal olan hədisi açıq aydın Peyğəmbər sallallahu aleyhi ve sellem başqa məsələ dəlilat elədiyi hədisə qarşı qoymaq olmaz. Səhih olan budur, inşallah. Sonra növbəti İmam Buxari yenə öz dəlillərinə olan növbəti 174-cü hədisini gətirir. Buyurur, Qalə Əhməd ibn Şəbib, Qalə həddətənə əbi ən Yunus. Kim idi Yunus? İbn Yazid Əl-Əyli. Ən İbn Şihəb Əz-Zuhri, Qalə həddətəni Həmzət ibn Abdullah. Həmzə ibn Abdullah kimdir? İbn Ömərin oğlu. Ən əbihi, yəni Abdullah ibn Ömər. Qalə kənətil kiləbu təbulu və tuqbilu və tudbiru fil məscid fi zəməni Rasulillahi sallallahu aleyhi ve sellem fələm yəkunu yaruşşunə şeyən min dəlik. İbn Ömərin hədisini gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin vaxtında itlər, diqqət edin, kənətil kiləbu təbulu. İtlər neyniyərdi? Böyle edərdilər. Vay tuqbilu və tudbiru fil məscid. Və məsciddən gəlib gedərdilər, keçib gedərdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında və onun üzərinə su tökülməzdi. Su tökülməzdi. Və mən Buxari bunu gətirir ki, demək ki, nədir? Bu itin artığı, yəni bu təmizsə, o da təmizdir. Və bu da qeyd etdiyimiz kimi, bu məsələyə açıq aydın dəlilət deyil. Çünki birinci qeyd etmək olar ki, itin təbiətindəndir ki, it məscidin ortasında, düz yerin ortasında böyle eləmir. Adətən divarın dibinə ayağını qaldırır, böyle eləyir. Hamı bunu bilir, hamı görür. Düzdür. Və həmçinin qeyd etmək olar ki, əl-məşəqqətü təclibu teysir. Yəni, itlərin Peyğəmbər sallallahu vaxtında qapılar yox idi. Qapılar yox idi. Və yəni, hər bir girib çıxan it üçün qapıda adam keşikçi qoyası deyildi ki, yəni, bu məşəqqət idi. Məşəqqət idi. Həmçinin ona görə də əgər məşəqqət varsa, əl-məşəqqətü təclibu teysir. Məşəqqət nəyə? Asanlığı gərəkdirir. Həmçinin deyə bilər ki, torpaq özü nədir? Təmizləyicidir. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtındakı məsciddə torpaq idi. Əgər torpaq quruyursa, artıq o təmizdir. Torpaq özü təmizləyicidir. Ona görə bunu kimi məsələləri qeyd etdiyimiz kimi açıq aydın hədisə yəni zidd gətirmək olmaz. İndi gələcək həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem öz evində itin balasının yerinə su töküb.
itin yerinə su töküb. Qeyd etdik ki, torpaq təmizləyicidir. Dəlil nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Və cu'ilet li'l-ardu məscidən və tahuran." Torpaq mənim üçün, yer mənim üçün məscid, namaz qılan, namazgah və təmizləyici qılındı. Həmçinin Muhammed ibn Əl-Hənəfiyyə və başqaları nə deyiblər? Deyiblər ki, torpağın təmizliyi onun qurulmağıdır. Yəni bir nəcasət varsa, yaş, o qurudusa artıq o təmizdir. Qurudusa artıq o təmizdir. Və torpaq da həm özü təmizdir, həm də başqasını neyinir? Təmizləyir. Həmçinin buna dəlil nədir? Məsəl üçün Peyğəmbər sallallahu qadının paltarının yerinə sürülməsində Peyğəmbər sallallahu deyir ki, torpaq təmizləyicidir və başqa hədislər. Və həmçinin bizim öz hədimizdə əvvəluhunna bit-turab. Yəni onlardan birincisini torpaqla yuyun. Bu özü də təmiz dəlildir ki, torpaq nədir? Təmizləyicidir. İbn Seymiyyə rahimehullah buyurur. Buradakı dilimi diqqət edin. Kənətil kilabu tabulu və tuqbilu və tudbiru. Burada Şeyx Hüseymin deyir ki, burada heç məsələ elə deyil. Burada kənətil kilabu tabulu, yəni mənə tabulu, və hiyə tabulu. Yəni onun halı odur ki, it yəni nə edir? Böylədir. O deməkdir ki, itməsi də belə edirdi. Bu rivayətdən götürülmür. Və mə zəlikə ləm təmnə və leysəl mənə ənəh tabulu fil məscid. Yəni buradakı məna o İmin rivayət orada məsciddə böyle edir demək deyil. Və buna görə də Şeyx Hüseymin sözün davamını buyurur. Lə bə'sə bidəlik. Ləənnəhə təmurrul məscid bil məscidi yəbisətən vəl məscid yəbis. Çünki o quru olaraq məsciddən keçirik və məscid də nədir? Qurudur. Və məsciddə də onun nəzasətindən bir şey qalmır. Və iki dənə quru əşya görüşərsə, toqqaşarsa, bir-birinə toxunarsa, hətta onlardan biri nəcis olsa belə, digərisini nə etmir? Nəcis etmir. Bu da bir qaydadır. Şeyx Hüseymin sözü burada bitir. Kirmən rahimehullah buyurur. Burada itin təmizliyinə dəlalət yoxdur. Çünki deyir, məscidin təmizliyi yəqindir, mutayaqqandır, açıq aydın, heç bir şübhə yoxdur. Amma itin orada nəsə eləyə biləcəyi nədir? Məşkukdur, şəkdir. Və yəqin la yurfa bizzan fadlan anişşək. Yəqin deyir, şək zannla, zan nədir? Qələbədir, şəklə qaldırılmır. O da qala ki, 50-50-yə şəklə qaldırılsın. Və ola bilsin ki, hətta təqdir elə olsa da belə, Şeyx yəni Kirman sözü davamında buyurur ki, hədisin sarih məntuqu ilə fəlyəğsilhumə bisəbən 7 dəfə yuyun sözündən bu kimi hədis, yəni bu kimi dəlalət qarşı-qarşıya qoyula bilməz. O ki qaldı ki, İmam Buxari ki, İbn Ömər deyir ki, fələm yəkunu yarışşunə şeyən min dəlik. Heç bir şey onun üstlərinə su tökməzdilər, su sapməzdilər. Yəni məsciddə. Və bu da nəyə dəlalət eləyir? İtlər Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında məsciddən gəlib gedirdi və məscid də qurudu. İtlərin ayaqları da qurudu. Və ona görə də itlərin izlərinin arxasından gedib onu təmizləməzdilər və ona su tökməzdilər. Çünki nədir? Bu zaten əsli ilə nəcis olmayıb. Əsli nəcis olmadığı üçün heç kim onun dalına düşüb su səpməzdi. Belə yozurlar rəvayəti. Yəni cavab olaraq yaxşı it necə gəlib gedir? Cavab odur ki, itin ayağı təmizdir, yəni qurudur, təmizdir və şək var ki, orada nəsə ağzından düşə bilər. O şəkdə yəni yəqinliklə qalxmır. Əgər yəqin bir şey görülsəydisə də yenə belə torpaq nədir? Təmizləyicidir. İtin ağzı suyu düşsə də belə nə edir? Təmizləyir. Lakin biz qeyd etdik ki, hədis var, Meymun rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin elə bir bizim döşəyimizin altında, yatağımızın altında bir it balası olur, küçük. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onu görür və əmr edir, onu çıxardırlar və onun yerinə su səpir. Fələmmə əmsə ləqiyyəhu Cibril. Axşam olduğu zaman Cibril əleyhissalam gəlir və Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, "Qad kunta va'adtani an talqani al-bariha." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən mənə vəd vermişdin ki, dünən axşam gələcəksən. Sanki soruşur, niyə dünən gəlmədin? Qala əcəl, vəlakinnə la nadxulu beytan fi kalbin və la sura. Müslim rivayət edir, hədisdə deyir ki, dayan, biz it olan və şəkil olan evə girmirik. Biz şəkil olan evə və it olan evə girmirik. Yəni it olduğu üçün Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləm evinə nədir? Girmir. Və burada
yoxdur ki, it məsələn o qaldığı yerə böylə etmişdi və yaxud nə. Amma onunla bərabər Peyğəmbər sallallahu əleyhi və səlləm orada nə tökdü? Su tökdü. Bu deməkdir ki, ənəhu qad yetəsamahu fil məscid li kəsrəti və şiddətil məşəqqə. Evdə o it daim olan bir şey deyil. Yəni o bir dəfə haldır, məşəqqət deyir, o su tökürsən. Lakin məsciddə elə deyil. Məsciddə daim itlər girir, çıxır, qapılar yoxdur. Və məşəqqətlidir, əziyyətlidir. Ona görə şəriət orada bizə nə verib? Rüxsət verib ki, hər hansı bir şans olsa da ki, itin ağzının suyu birdən dəyər, onu şəriət bizdən dediyimiz səbəblərə görə qaldırıb. Anladın oldu? Və buradan fayda olaraq qeyd etmək olar ki, nəcasət suyun az olan, balaca qablara təsir edir. Böyük qablara, vadilərə, hovuzlara təsir etmir. Əgər dağda suyu rəngi dəyişmişsə, o da gələcək inşallah. Həmçinin burada nə var? İtin sidiyinin nəcis olması var. Çünki ağız suyundan daha şiddətlidir. Ağız suyu şiddətlidirsə, nəcis sidik minbəbül əvlə. Həmçinin burada fayda nədir? Torpaq təmizdir. Əgər quru nəcasət ona dəysə də belə öz təmizliyində qalır. Həmçinin fayda və qeyd etmək olar ki, əl-məşəqqatu təclibu teysir. Məşəqqət asanlığı gərəkdirir. Həmçinin fayda qeyd etmək olar ki, dəlilun alə ənə tərki şey mə'a qiyamis səbəb əl-muqtada li fi'lihi yəkun dəlilun alə ənə hədə şey leysə bivacib. Bir şeyin etmək lazım olan bir feilin tərk etmək onu gərəkdirəcək səbəbin, o feili etməyə gərəkdirəcək səbəbin ortada olması ilə bərabər o feili etməyə tərk etmək nəyə dəlildir? Dəlildir ki, bu feil vacib deyil. Yəni, bir ortada səbəb feil var, bir iş var, etməlisən onu. Etməyə gərəkdirən səbəb var. Əgər sən o feili etmirsənsə, bu deməkdir o səbəb o nədir? Vacib deyil. Yəni, itin vacib olsaydı onu təmizləyərdilər. Səbəb it orada var, təmizləməyiblərsə, demək bu vacib deyil. Onu da Şeyx Hüseymin rahiməhullah gətirir. Hardan çıxardı? Fələm yəkunu yaruşşunə şeyən min zəlik. Onun üzərinə bir şey tökməzdilər. Və sonraki 175-ci hədis babımızın axırıncı hədisidir. 175-ci hədis İmam Buxari buyurur. Yenə öz məzhəbinə dəlil olaraq növbəti hədisi gətirir. 175-ci hədis buyurur. Həddətən Hafs ibn Umar qalə həddətən Şu'bə an ibn Əbi Səfər an-Şə'bi an Adi ibn Hatim. Adi ibn Hatim radiyallahu anhu ənəhu qalə səəltun Nəbi sallallahu aleyhi ve sellem. Buyur ki, Adi ibn Hatim radiyallahu anh soruşur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdum. Yəni soruşur nə barədə? Başqa rivayət gəlib ki, ov itlər barədə. Qalə, o özü ovçuydu da bilinir. Qalə, İzə ərsəltə kəlbəkəl müəlləmə fəqətələ fəkul. Yəni elmli, yəni öyrətdiyin, öyrənmiş, təlim görmüş itini göndərərsənsə, yəni ovu tutmaq üçün. Onu öldürsə, onu yi. Yəni ovu getdi öldürdüsə, onu yi. Yəni yemək halaldır. Və İzə əkələ fələ təqul. Amma ondan bir şey yisə, yəni gördün ki, it onu öldürüb. Amma ondan bir şey öz üçün dişləsə, öz üçün yisə, onda ondan yemə. Fə innəmə əmsəkəhu alə nəfsi. Çünki o it onu öz üçün tutmuşdur, sənin üçün yox. Əmsəkəhu alə nəfsihi, yəni öz üçün tutmuşdur. Fəqultu, mən dedim, ursilu kəlbi fəəcidu məhu kəlbən əxar. Mən öz itimi göndərirəm və o itin yanında, ovun üstündə başqa it də görürəmsə, onda necə? Qalə fələ təqul fə innəmə səmmeytə alə kəlbikə və ləm tüsəmmi alə kəlbin əxar. Deyir, onda onu yemə, çünki sən səmmeyt, yəni sən öz itin üçün bismillah demirsən, o birisi üçün it üçünsə bismillah deməmsən. İmam Buxari bunu gətirir, hardan gətirir? Yəni it gedir, o evi tutur ağzından gətirir axı. Demək ki, itin ağzının suyu nədir? Təmizdir. Yaxşı, soruşan olsa ki, əgər biz deyirik ki, itin ağzının suyu təmizdir, nəcisdir. Bəs onda şəriət necə bunu icazə verir? O itinin ağzının suyu dəyir axı heyvana. Cavab odur ki, həmən bu yemək, itin tutduğu ov yeyilmir müəyyən mərtəbələrdən keçməyincə. O da aydındır. Yəni yuyulur, pişirilir. Bunlar hamısı oradan itin ağız suyundan orada bir şey qalmır. Və həmçinin ikinci ehtimal odur ki, Allah Taala şəriət ov itindən nə edir? Yüngülləşdirib. Çünki insanların buna ehtiyacı var.
ümmətə asanlıq olaraq. Necə ki, Şeyxülislam İbn Teymiyyə rəhməhullah buyurur, itin ağız suyu əgər hətta ova bir şey dəysə də onu yumaq vacib deyil. Alimlərin sözlərindən ən zahir olana əsasən. Və bu da İmam Əhməddən olan bir rivayətdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm ov iti göndərməyə əmr edib, amma heç bir sahabiyə itin tutduğu ovu yumağa əmr etməyib. İtin tutduğu ovu yumağa əmr edib. Bu dəlildir ki, şəriət məsələdə nə edib? İnsanlar üçün keçib, təcavüz edib, yüngüllük edib. Hacət olan vaxtı Peyğəmbər sallallahu əleyhi və səlləm şəriət əmr edib yumağa, hacət olmayan vaxt. Amma nə vaxt ki, hacət var, ehtiyac var, orada şəriət bizim üçün nədir? Ki, yüngüllük edib, məsələdə keçib. Və həmçinin Hafiz ibn Həcər rahimehullah buyurur ki, İmam Buxari rahimehullah bu hədisi gətirib nəyə görə? Öz məzhəbini dəlil gətirərək, öz məzhəbini dəlil olaraq. Və bu da nədir? Dediyim kimi surul kəlb, itin ağız suyu. Və o da hardan çıxartdı? Qeyd etdiyimiz kimi, yəni itin ağız suyu Peyğəmbər sallallahu əleyhi və səlləm əgər o itinə icazəli veribsə, demək ki, itin ağız suyu təmizdir. Lakin bu da qeyd etdiyimiz kimi açıq aydın dəlil deyil. İsmaili rahimehullah buyurur. Bu hədis ona görə gətirilib ki, itin yəni heyvanın o itinin öldürdüyü artıq onun təmizliyi zəkatıdır. Zəkat yəni təmizlik məsələdir. Və leysə fihi isbatu nəcasətin və la nafiyə. Bu məsələ o yəni söhbət o itinin öldürdüyündən gedir. Bu məsələ o itinin ağzının suyunun təmizliyi olması məsələ deyil. Yəni bu məsələ istidlal öz babında deyil. İmam Buxari'dən bu istidlal öz babında deyil. Fə innə Nəbi sallallahu əleyhi və səlləmə qal, Peyğəmbər sallallahu əleyhi və səlləm üçün gedib kulhu, fəqulhu, ye. Və ləm yəqul iğsilid-dəm. Deməyib ki, nədir? Qanı yu. Buradan fayda olaraq nədir? Əgər böyük məsləhət, daha əzəmətli məsləhətlə xırda məfsədə üz-üzə gələrsə, böyük məsləhət, böyük racih məsləhət götürülür. Həmçinin qaydalardan alim ictihad edib xəta edərsə, o savab qazanır bir hökm verərkən. Amma cahil ictihad edib, hətta düz də deyərsə, o nə qazanır? Günah qazanır. Həmçinin faydalardan ov itini göndərərkən, ov vaxtı, fərqi yoxdur, it göndərdin, ox atdın, güllə atdın, nə deməlisən? Təsmiyə, bismillah vacibdir. Yaxşı, digər məsələ. Həl yədxulu kullu kəlbin av səb'in fi hədəl hukm. Kəlb deyəndə biz it kimi tərcümə edirik. Bütün kəlb, amma itin mənası, bütün növ yırtıcılar buna aiddirmi, yoxsa yox? Şeyx deyir ki, zahir olan odur ki, kəlb deyəndə sək bizim bildiyimiz məruf it yox, bütün növ yırtıcılar bura aiddir. Nəyə görə? Çünki Əbu Ubeydən rivayət olunur fi qavlihi vəl kəlbul aqur. Kəlbül aqur, yəni azğın, yırtıcı it nə deməkdir? Qalə bələğən ən Süfyan ibn Uyeynə. Süfyan ibn Uyeynə mənə çatıb ki, ənəhu qalə mənə kullu səb'in yəqiru və ləm yaxussa bihi kəlb. Bütün o parçalayan, yırtan, yırtıcı heyvanlardan söhbət gedir və burada bizə bizim bildiyimiz məruf itdən tək söhbət getmir. Əbu Ubeyd rahimehullah buyurur. Ərəb dilində icazəlidir. İcazəlidir yırtıcı heyvanlara kəlb demək, it demək. Məyər sən görmürsənmi, məğazidə gəlib, ənnə Utbət ibn Əbi Ləhəb, Utbə ibn Əbi Ləhəb kimdir? Peyğəmbər sallallahu əleyhi və səlləm düşmənlərindən biri, müşriklər. Kənə şədidəl ədənin Nəbi sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləmə şiddətli əziyyət verənlərdən idi və Peyğəmbər sallallahu əleyhi və səlləm ona dua eləyir: "Allahumma sallit aleyhi kəlbən min kəlabik." Nə deyir? Min kəlabik. Ey Allahumma, sən öz itlərindən kəlb, yəni kəlblərindən bir kəlbi onun üzərinə musallat elə. Və hədisin davamı mərufdur. Xarəcə Utbətə ilə Şəm və Şam bir dəfə Utbəyə bu duadan sonra səfərə çıxır. Mə əshabihi, öz yoldaşlarından. Və nəzələ mənzilən və gecələyərkən və yaxud bir gecəyə düşərkən, səhradaykən onlara şir hücum eləyir və onun insanların arasından şir onu seçir, onu cumur və onu öldürür. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm duası nə idi? Kəlbən min kiləbik. Öldürən kim idi? Şir. Demək ki, şir də, yəni yırtıcı heyvan da kəlb olaraq şəriətdə də, lüğətdə də adlanır. Həmçinin Allah Taala buyurur: "Və mə əlləmtum minəl cəvarihil mükəllibin." Həmçinin yenə ovdan danışarkən parçalayan mükəllibin, parçalayan heyvanlar, yeyənlərin, yəni yırtıcı heyvanların yediyi, tutduğu da sizin üçün halaldır. Orada yenə mükəllib gətirir. Cəvarih mükəllib. Orada nədir bizim üçün? Biz bilirik. Yəni ora həmçinin qartal, yəni ov şahin, ov quşları, gepard, hansı ki ərəblər onu qədimdə ov üçün istifadə edirlər. Bütün ov üçün və həmçinin ora girir
yəni ov üçün istifadə olunan bütün heyvanlar bura girir. Bu deməkdir ki, hər hansı bir ov heyvanı, yırtıcı heyvan belə sənin qabından yeyərsə, onun da hökmü 7 dəfə yuyulmaqdır. Onlardan da biri torpaqla. Və o da bildiyimiz ki, bu nəyə yəqin görmüsünüz çox. İndi müəyyən dövlətlərdə yırtıcı heyvanlarla bir yerdə yemək yeyirlər falan. Bu hamısı nədir? Haramdır, nəcisdir, icazəli deyil. Və ona görə kiləb, yırtıcı heyvanların hamısının hökmü eynidir. Aydın oldu da. Həmçinin İmam Malik Muvatta'da gətirir ki, kull mə aqara an-nəsə və adə aleyhim və əxafəhum mislu əsəd və nəmr və fəhd və zib və huvəl-aqur. İmam Malik deyir ki, hər insanlar, hər cümub insanlar parçalayan yırtıcı heyvanlar, insanları qorxudan, ona hücum edən hər bir heyvanlar nədir? Şir olsun, pələng olsun, gepard olsun, canavar olsun. Bunlar hamısı aqurdur. Kəlb-ül-aqur, yəni yırtıcı heyvan, yəni kəlb. Həmçinin İbn Abdülbar rahimehullah deyir ki, İbn Ömərdən gəlib ki, cəalə zibə fi hədəl mavzi kəlbən aquran. İbn Ömərdən rəvayət edir ki, canavara kəlb aqur deyir. Yəni bunların dəlalət odur ki, bu kəlb deyəndə hədisdəki keçən kəlbə bütün yırtıcı heyvanlar nədir? Girir. Həmçinin rivayət Əbu Hüreyrədən gəlib, İbn Ömərdən də gəlib, onlar yəni başqa yırtıcı heyvanlar sahib onlara kəlb aqur deyiblər. Yəni it deyiblər. Azğın it, quzğun it, vəhşi it deyiblər. Yaxşı, qalır bizdə bir-iki məsələ, qalır donuzun ağzının dəydiyi şey. Bu da açıq aydın, heç bir şübhəsiz ki, yəni it, baxmayaraq ki, insanlara müəyyən qədər qaralmaq icazəlidir. İtin yəni bədənidir ki, təmizdir. İtin ağız suyu belədirsə, alimlər gətirir ki, donuz bundan qat-qat şiddətlidir. Donuzun bədəni ümumiyyətlə nəcisdir və deyilsə ki, yaxşı, nəyə görə donuz qeyd olunmuyub? Biz deyək ki, əslən müsəlmanların arasında itlər fırlanırdı, itlər gəzirdi, itlərə ehtiyac var. Amma donuz əslən müsəlman diyarında nə olmalıdır? Öldürülməlidir. Ona görə bu, yəni kiminsə donuzun kiminsə qabından yalamaq məsələsi əslən müsəlman aləmində nədir? Mövcud deyil və bunu İbn Teymiyyə başqaları rəvayət ediblər. Həmçinin əgər bir rəyə görə desək ki, yaxşı, yırtıcı heyvanlar kəlb adlandırmasaq, başqa yırtıcı heyvanlar da bura girirmi? Şeyx Albani rahimehullah Əbu Hüreyrədən rəvayət olunur ki, ondan soruşurlar ki, böyük bir hovuz, böyük bir su maye hövzə, hansı ki, ora heyvanlar da gəlir, yəni ev heyvanlar da gəlir və ora yırtıcı heyvanlar da gəlir və oradan itlər də su içir. Və oradan ev eşəkləri də su içir. Və onda Əbu Hüreyrə deyir ki, la yuhrimul ma'a şey. Yəni suyu bir şey haram etmir. Yəni böyük su hövzələrində isə bunlar problem yoxdur. Bu sualın özünü verməyi nədir? Bu vermək odur ki, yəni tabiinlər yırtıcıların ağız suyunu da nə görürlər? Əgər kəlb deməsək, o birisindən desə, yenə də onu nəcis görürlər. Şeyx Albani deyir ki, İbn Türkməni rahimehullah deyir ki, və bunun da zahiri odur ki, yəni məxfum müxalif odur ki, yırtıcıların ağız suyu da nədir? Nəcisdir. Və həmçinin İmam Nəvəvi də bunu gətirir, özü əksrəyi seçsə də, lakin dəlilətini gətirir ki, bu dəlildir ki, bu dediyimiz hədis, yəni ağız suyunun nəcasətinə dəlilət edir. Şeyx İbn Üseymin rahimehullah deyir: "Fədəllə zəlikə ənə vurud hadihi əs-sibə aləl-mə yec'aluhu xabisən ləulə ənəl-mə bələğəl qillətəyn." Bu dəlildir ki, deyir. Orada hədisdə gəlib ki, əgər qillətəyn gəlsə, qillətəyn hədisi. Onu buraxdım. İmam Nəvəvi gətirir o hədisi. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm soruşurlar bu barədə və deyir ki, "İzə kənəl mə'u qillətəyn ləm yencus." Su iki qullə olarsa, halda onu heç bir şey nəcis etməz. Bu məsələ ayrı məsələ danışacağıq. Yəni çox su, Şeyx Hüseymin onu qeyd etmək. Demək ki, az su olsaydı nə edərdi? Nəcis edərdi. Demək ki, yırtıcıların da ağız suyu nədir? Nəcisdir. Lakin racih odur ki, həm yırtıcılarda, həm də donuzda onları 7 dəfə yumaq vacib deyil. 7 dəfə yumaq vacib deyil. Çünki ixtisaslaşıb burada. İxtisaslaşıb təabbudidir. Yəni onu biz bilmirik nəyə görə şəriət 7 dəfə deyib. Düzdür? Aydın oldu da. Və axırıncı məsələ ev eşəklərinin, ev uzunqulaqlarının sidiyi, ağız suyu və peyni. Biz bilirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onları nə adlandırıb? Riks adlandırıb. Və uzun məsələnin qısası olaraq qeyd etmək olar ki, İbn Seymur rahimehullah deyir ki, onun ağız suyu
təri və ağzından çıxan həm pişiyin, həm ev eşəyinin təmizdir. Təmizdir, sidiyi isə nədir? Nəcisdir. Necə Əbu Qatadədən gəlib, Hirrada, pişik haqqında deyir ki, fəinnəl hansı hədis? Onlar innəhə minət-təvvafin aleykum və-təvvafət. Onlar kimdir? Peyğəmbər s.ə.v-dən pişik haqqında sordu ki, onlar sizin aranızda fırlananlardandır. Yəni, burada şəriət onu bizim üçün yüngülləşdirib. Baxmayaraq ki, o da yırtıcıdır, bu da özü nəcisdir. Lakin şəriət bu məsələlərdə onları yüngülləşdirib. Necə Əbu Ubeyd Qasım Səlləm axırda deyir ki, onu seçdiyimiz üstün rəy odur ki, yəni Peyğəmbər s.ə.v bu barədə bizə nə halal, nə də haram olmağı barədə isə gəlməyib. Söhbət ev heyvanı olan eşəyin ağız suyundan və pişikdən gedir. Lakin o elə çıxır ki, bu məsələdə ixtilaf var. Və ona görə biz deyirik ki, əgər çəkinə bilsəz, çəkinin, amma çəkinə bilmirsə, bir şey olarsa da, ehtiyac olarsa da, burada şəriət bizim üçün nədir? Yüngüllük verib. Daha çox uzatmayayım. Allah subhanahu işli faydalardan. Subhanəkələm, həmdik, əşhədu əllə ilə ələnd, əstəğfiruka və ətubu ileyk.